Diqqət! Bu videoda qeyri-etik ifadələr ola da bilər, olmaya da bilər. Bugün keçək evdə tək filmimizə. O möhtəşəm, uşaqlığımızın klassiki, amma əslində travmanın və ailə laqeydliyinin Hollywood versiyası olan əsərə. Hamımız bu filmi uşaqlıqda azı bir dəfə görmüşük. Bəzimiz o qədər baxmışıq ki, artıq ssenarini əzbərə bilirik. Uşaq evdə qalır, oğrular gəlir. Uşaq onları Home Alone tərzində cəzalandırır. Sonra ailə geri dönür və hər şey xoşbəxtliklə bitir. Amma sən bir deyən, bu uşağı evdə niyə tək qoyublar? Onu niyə heç kim saymır? Və bu uşaq niyə FBI səviyyəsində tələlər qurur? Bax, bizə də onlar maraqlıdır. Film elə başlayır ki, evdə bayram havası var. Hamı qaçır, bağırır, pizza yeyir, uşaqlar qışqırır, böyüklər telefonla danışır. Yəni elə bil Bakı avtovağzalına girmişik. Bizim qəhrəman Kevin isə elə bir küncdə oturub öz balaca həyat dramını yaşayır. Adam uşaqdır, amma evdəki hər kəs ondan bezib. Kimsə, sən iş görə bilmərsən. Kimi isə, sən uşaqsan, otur yerində, deyir. Sanki evdə kollektiv şəkildə bu uşağa qarşı ittifaq yaranıb. Bir də elə davranırlar ki, elə bir Kevin evi yandırıb. Halbuki uşaq sadəcə pizza istədi. Sonra gəlir o məşhur səhnə. Kevin deyir ki, kaş mən tək qalaydım. Və növbəti səhər evdə həqiqətən tək qalır. Məncə bu uşağın dilinin söz gücü ilə kainatı hekləməsidir. Adamın arzusu o qədər güclü olub ki, valideynlər Parisə uçub, amma Kevin pasportdan silinib. Yəni film elə bir şəkildə qurulub ki, sanki bu uşağı sistematik şəkildə siliblər. Bəlkə də rejissor bizə uşaqların ciddi alınmamasını göstərmək istəyirdi. Ailələr, mən onu çox sevirəm, deyir. Amma uşağın doğum günü belə unudur və gəlirik oğrulara. O iki professional oğru. Biri ağıllı kimi görünən Joe Pesci, bir daima beyni dondurulmuş vəziyyətdə olan Merv. Bunlar elə bir səviyyədə oğrudular ki, evə girəndə tələyə düşmək artıq onların hobbisinə çevrilir. Yəni hər dəfə döyülürlər, yandırılırlar, elektrik vurur, amma yenə də bəlkə başqa qapıdan girək deyib davam edirlər. Ən maraqlısı da odur ki, Kevin hər dəfə onlara qarşı yeni strategiya tapır. Adam sanki CIA təlimindən keçib. Tənqidçi kimi baxanda bir sual yaranır. Bu uşağın zəkası ilə niyə FBI-də işləməyib? Yəni elə bir ev tələsi qurur ki, ordu generalları baxıb, "Oha, bu uşağı orduya yazın." deyərdi. Amma film bunu komediya kimi göstərir. Halbuki uşaq burada aktiv şəkildə iki insanın bədənini dağıdır. Burada biraz ironik məqam da var. Film bizə ailə dəyərləri, sevgi və birlikdən danışır. Amma əsas hadisə baş verir. Çünki ailə uşağı unudur. Bu nə mesajdır? Bəzən sevdiklərini unut, onlar səni tapacaq. Bəlkə də Hollywoodun mənfi fəzilətləri təbliğ etdiyinin ən zərif nümunəsidir. Və gəlirik sonlara. Ailə qayıdır, Kevin evdə səliqə səhman yaradıb. Hər şey düzəldib, sanki heç nə olmuyor. Amma bir sual, bu uşaq o qədər psixoloji zərbə alıb. Evini qorumaq üçün öldürücü təllər qura bilir. Amma bir nəfər də demir, Kevin, sən yaxşısan? Yox, sadəcə, ay bala sən o qədər çox sevirik ki, deyib qucaqlayırlar. Nəticə, uşaqda, mən sevilmək üçün travmatik qəhrəman olmalıyam düşüncəsi formalaşır. Deyirəm, bu evdə tək elə uşaq filmi deyil ha. Bu əslində valideyn məsuliyyətsizliyinin və uşaq içindəki böyük olma ehtiyacının komediyaya çevrilmiş faciəsidir. Amma nə deyək, Kevin bu qədər ağrını gülümsəyərək gizlədib. Ona görə də bizə də gülmək qalır. Bu evdə tək var, əslində uşaqlıq kinomuzdur. Amma valla, rejissor azca dəliymiş. Adam uşağı evdə qoyur, iki manyak oğru salır üstünə, bir də bunu komediya kimi göstərir. Rejissor Chris Columbus elə bil demək istəyib ki, uşaqlara inan, qoy özlərini müdafiə eləsinlər. Amma biz baxanda elə bil Rambo'nun uşaq versiyasına baxırıq. Bir də ssenarist yazıb ki, ailə uşağı unudub. Amma sən Allah, necə unuda bilirsən axı? Yəni o qədər insan var evdə, hamısı pasport, çamadan uşağı yığır, amma Kevin yoxdur. Elə bil uşağı mute-dublar da. Montaj, musiqi, kamera, hər şey çox gözəl. Amma bəzi yerlərdə elə montaj vurublar ki, Kevin sanki teleport olur. Bir də film boyu o qədər ağ xalatlı, xeyirxah qonşu göstərirlər ki, sonra məlum olur ki, o da qatil tipdir. Yəni rejissorun psixologiyası biraz şübhəlidir qağam. Qısası, film görünüşdə şəndir, amma alt qatında xəstə bir dahi işi var. Kevinin tək qalması yalnız komediya deyil, həm də onun psixologiyasını göstərir. Bir uşaq üçün bütün ev, bütün qaydalar, təhlükələr bir anda onun məsuliyyətinə düşür. Əvvəlcə qorxu, sonra isə strategiya. Hər şey planlı və düşünülmüş olmalıdır. Bu tək qalma Kevinin problem həll etmə qabiliyyətini inkişaf etdirir. Stres altında soyuqqanlılığını sınayır. Burada əsas məqam odur ki, tək qalan bir uşaq özünü tanıyır. Öz limitlərini test edir və kreativ düşünməyə məcbur olur. Hər bir hiylə, hər bir tələnin qurulması Kevinin psixoloji böyüməsini göstərir. O artıq sadəcə qorunan uşaq deyil, öz həyatını idarə edən kiçik liderə çevrilir. Filmin fəlsəfəsi isə budur. Tək qalmaq
qorxulu olsa da, bəzən insan ən yaradıcı və ən güclü versiyasına çevrilir. Kevinin əhval-ruhiyyəsi, qorxular və uğurları bizə göstərir ki, əsl böyümə, məsuliyyət və yaradıcı düşünən yalnız komfort zonamızdan çıxdığımız zaman gəlir. Burada komediya yox, dərindən düşünmə və psixoloji müşahidə əsasdır. Kevinin tək qalması sadəcə gülməli səhnələr deyil, həm də insanın inkişafının metaforasıdır. Evdə qaldım, tək real məxsusdur.